Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Medianın təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Bugün qonağımız siyasi şərhçi Toğrul Allahverdili ilə sülh müqaviləsi istiqamətində görülən işlər, Azərbaycan regionunda güclənməsi və Ermənistanın dalana dirənməsi və bu kontekstdə Azərbaycanın diktə etdiyi məsələlər hansı sürətdə reallaşacaq, ondan danışacağıq. Toğrul, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, xoş gördük. Təbii ki, görürük Azərbaycan hansı istiqamətdə irəlilədiyin, nəinki biz, Azərbaycan vətəndaşları, bütün dünya görür və son 10 günlüyə nəzər yetirdikdə Azərbaycan gündəmi dünya gündəmini tutub. İstər cənab prezidentin Çinə səfəri və Çində möhtəbər qarşılanması və səmərəli görüşlərin təşkili, orada verilən hər iki liderin bəyanatı, Çin kimi böyük gücün, qlobal gücün bir dövlətin Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycana öz dəstəyini ifadə etməsi, xüsusən viza rejiminin ləğvi bütün dünya siyasətçiləri tərəfindən müzakirə olunduğu bir ərəfədə Azərbaycan yenidən bir dünyanın gündəminə gəldi. Bu gündəm isə o ki, ara sıra soyuqluq yaşandığı və bəzi hallarda o səbirlərin hər iki dövlətdə darma çəkildiyi bir dövr olduğu İran liderinin Azərbaycana səfəri, Azərbaycanla danışması, Azərbaycana səfəri, Azərbaycanda özünü öz vətənində, evində hiss etməsini dəfələrlə ifadə etməsi və çox lokal, aydın bəyanatlar verərək Azərbaycanı dəstəkləməsi, mən düşünürəm ki, sıradan hadisələr deyil. Artıq əvvəllər açıqlamalarımızda, çıxışlarımızda biz Azərbaycanın regionun lider dövləti, regionun siyasi mərkəz adlandırırdıqsa, bu cür artıq rəsmi Bakı dünyanın siyasi mərkəzlərinin birinə çevrilir. Dünyanın siyasi liderlərinin mesaj verdiyi bir qlobal şəhərə və ölkəyə çevrilmişik və bu yaxınlarda elə bu İsrail prezidenti Azərbaycana gələcəyi ilə bağlı mesajın verilməsi də və Türkiyə tərəfdən xəttin açılması məsələsi o məsələdə gündəmə gəldi ki, Türkiyədə Azərbaycana böyle bir jest oldu. Mən buna həm Azərbaycana jest oldu deyərdim, həm dost İsrailə jest oldu deyərdim və təbii ki, Azərbaycan prezidenti artıq regionda bir barışçıl mövqe tutan, bir ağsaqqallıq edən regiona bir lider kimi tanınır və düşünürəm ki, Türkiyə-İsrail münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması da möhtəbər cəmaət prezidentin adı ilə bağlı olacaq gələcək yeni dünya tarixində. Ondan dolayı düşünürəm ki, Azərbaycanın dünyada gün-gündən artan nüfuzu, bir daha xatırladıram, Azərbaycan beynəlxalq təşkilatlara ev sahibliyi etməsi, beynəlxalq forumlara ev sahibliyi etməsi, tədbirlər və bu yaxınlarda bir neçə gün bundan öncə 28-29 aprel tarixlərində 100-dən 120-dən çox qeyri-hökumət təşkilatının Azərbaycana gəlməsi, Azərbaycanda bir ittifaqın yaradılması, qeyri-hökumət təşkilatının yaradılması, yəni bu öz-özlüyündə sıradan hadisələr deyil. Bütün dünya gücləri artıq Azərbaycanla hesablaşa bilirlər. Artıq Bakı regionun və Avropanın demək olar ki, yeni Davos'a çevrilir. Amma münaqişələrin olduğu Davos'a yox. Sülhün olduğu bir Bakı şəhərə çevrilir. Mən düşünürəm ki, və bu sülh elə ilkin özünü Ermənistan-Azərbaycan arasında olacaq sülh müqaviləsi ilə dünyaya bir daha sübut edəcək. Ümumiyyətlə görürük ki, bu səfərlər təkcə iqtisadi və ticari məsələləri özündə etibar eləmir. Çinin bizə siyasi mesajlarını qeyd elədiniz, amma Çinin Azərbaycandakı yeni təyin olunan səfərinin çox maraqlı bir açıqlaması var idi ki, Çin Qarabağda minalardan azad edilmə prosesində, yəni görünməyən düşmənlə mübarizədə Azərbaycana dəstək verməyə hazırdır. Bu əslində çox böyük bir mesaj idi deyə düşünürəm. Qərbin indiyə qədər yalandan öz apardığı siyasətə bir mesaj idi və orada bildirdi ki, biz bəşəri düşmənlə mübarizə apardıq, görünməyən. Yəni siz də məncə sözdə yox, yəni boş-boş bəyanatlarla yox, gəlin biz təbiətimizi qoruyaq. Bilirsiniz necə də Azərbaycan son 30 ilə baxanda yetərincə Avropaya göstər edib. Kompromislərlə gedmiş Avropaya.
Amma nəticə etibarilə baxdıqda gördük ki, Avropanın boş-boş bəyanatlarındansa, tək Avropanın yox, Birləşmiş Millətlərin bəyanatları olsun, digər beynəlxalq təşkilatların bəyanatları olsun, Azərbaycan ordusu öz işini özü həll elədi. Və biz Avropaya yaxınlaşmaqla bağlı yetərincə Azərbaycan dövləti addım atıb. İllər öncə. Lazım addımlar olub bu, lazım satma, hər bir addıma getmişik ki, tək ki bizim torpağımız işğal altındadır, bizə beynəlxalq dəstək olsun. Amma nəticə etibarilə heç birinin bizə xeyir olmadı. Xeyir edən nə oldu? Azərbaycan dövlətinin gücü, Azərbaycan dövlətinin iqtisadi gücü və güclü xarici siyasətimiz və onun xarici siyasətimizin yanında güclü Azərbaycan ordusunun, silahlı qüvvələrimizin gücü onun üçün bizim torpağımız və artıq Çin qlobal bir dövlətdir. Çin dünyada artıq yeni dünya nizamına öz sözünü deyən bir dövlətdir. Yeni dünya nizamında, yeni inkişaf dövründə Çinsiz dünyanı təsəvvür etmək mümkün deyil. Tamam ola bilər Amerika Birləşmiş Ştatları Çin mallarına embargo qoya bilər, vergi artımı artıra bilər, filan məsələ, amma artıq Çin də alternativ variantlar lazımdır Çinə. Çin artıq bir iqtisadi dövlətdir. Böyük bir güc dövləti olmağından kənar baxsaq. Çin üçün nə lazımdır? Azərbaycan kimi güvənlər müttəfiq. Azərbaycan kimi dostuna dost kimi, düşməninə düşmən kimi mövqe ortaya qoyan bir müttəfiq lazımdır və Azərbaycan artıq dünyada etibarlı bir müttəfiq kimi tanınır. Çinin artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi, Çinin Azərbaycan ərazilərində siz az öncə dediniz, doğru da vurğuladınız, yeni təyin olunan səfirin minalarla bağlı açıqlaması, bu onu özündə göstərir. Həm minalarla bağlı açıqlama, bunu özündə göstərir ki, Ermənistan illər boyu 30 il ərzində Azərbaycan işğal etmiş ərazilərində minalar əkib, minalar yetişdirib orada. Amma bu cür Azərbaycan dünyaya mesaj verir, dünyadan səs salır ki, gəlin bu minalardan təmizliyə. Artıq 5-ci ildir ki, torpaqlarımız işğaldan azad olunub. Amma 100-dən çox artıq Azərbaycanın vətəndaşı, mülki əhali o minaların qurbanı olub. Bunu birdən-birə təmizləmək mümkün deyil. Bu güc tələb edir, bu texnika tələb edir, bu vaxt tələb edir. Artıq Çin kimi bu sahədə inkişaf eləmiş bir dövlətin Azərbaycana dəstək verməsi, Azərbaycana bu sahədə yardım əlini uzatması özü-özünə göstərir ki, Çin artıq o ərazilərin inkişaf edilməsində, Qarabağ iqtisadi rayonunun inkişaf edilməsində, Zəngəzur iqtisadi rayonunun inkişaf olmasında Çin çox maraqlıdır. Çinin maraqlı olması isə artıq bu özü-özünə göstərir ki, Çin də artıq bu bölgədə öz var olmağını Avropaya və ya Amerika Birləşmiş Ştatlarına sübut edir ki, mən də artıq Qafqazdayam. Cənubi Qafqazdayam. Mən də burada oyuncuyam və bu da təbii ki, nə olursa olsun Azərbaycanın xeyrinədir. Türkiyə kimi bir güclü dövlətin, siyasi cəhətdən, hərbi cəhətdən güclü dövlətin Azərbaycanla dostu yox, qardaş olması, müttəfiq olması, bu günləri illər öncə az öncə də xatırlatdığım kimi İran kimi bir dövlətin qırmızı xəttim dediyi Zəngəzur dəhlizinə, Ermənistana qırmızı xətt deyən, müharibə getdiyi dövrdə Azərbaycanda, torpaqlar Azərbaycan işğaldan azad etdiyi dövrdə gedib Ermənistanın lazım olmayan ərazilərində konsulluq açan İran bu gün Azərbaycana böyük bir ekiblə gəlir. Xəzərin kənarında dayanır. Bakımızın füsunkar mənzərəsini seyr edir. Şəhidlər xiyabanını ziyarət edir. Ulunder abidəsini ziyarət edir. Azərbaycanın Qarabağ torpaqlarının işğaldan azad edilməsi münasibətilə bir daha öz ölkəmizdə, öz torpağımızda, makamında təbrik edib xeyir-dua verirsə, bu o deməkdir ki, artıq İran da reallıqlarla barışır və cənab prezidentin orada bəzi şayələrə son qoyması, bunu xüsusi olaraq şayə olaraq vurğulaması ki, yəni bəzi adamlar deyir ki, Zəngəzur dəhlizi deyil də Araz dəhlizinin olması ilə bağlı açıqlaması bu onun göstərir ki, bəli, çox dəhlizlər ola bilər ölkəmizlə bağlı. Bu, amma bunun heç bir Zəngəzur dəhlizinə aidiyyəti yoxdur. Araz dəhlizi ilə bağlı iş gedir, tamam olsun. Çünki bizim Güneydə 30 milyondan çox soydaşımız var, 80 milyona 100 milyon kadar İranda əhalisi var. Qonşu dövlətdir, strateji müttəfiqdir. Biznes əlaqələrimiz var, iqtisadi əlaqələrimiz var, siyasi əlaqələrimiz var. Orayla da yeni bir koridorun olması, yeni bir dəhlizin olması, üzr istəyirəm koridoru yəni ifadə etdim, dəhlizin olması heç bir şey mane olmur. Amma Zəngəzur dəhlizinin olması artıq sual olaraq deyil bir Zəngəzur dəhlizi artıq var deyərik biz. Vardı,
olacaq inşallah. Mütləqdir bu. Qaçılmazdır. Müzakirə mövzusu deyil. Artıq çünki dünya liderləri, dünyanın hegemon dövlətləri Buraya. və xüsusən Çin kimi dövlətlər artıq Cənubi Qafqazda Azərbaycanla hesablaşırlar. Cənubi Qafqazı Azərbaycandan soruşurlar. Cənubi Qafqazda söz sahibi olaraq Azərbaycan görürlər və xüsusi olaraq vurğulayım ki, siz bir neçə il bundan öncə Gürcüstanda yaşamışsınız təhsilinizlə bağlı və Gürcüstanda gedən siyasi, iqtisadi bütün məsələlər sizin gözünüzün qarşısında olub. Və sadəcə Azərbaycan dövlətinin gücünü görmək istiyorum. Azərbaycan dövləti iqtisadi, siyasi gücünü görməkdən ötürü bir addımımız olan Gürcüstana gedib baxmaq kifayətdir ki, Azərbaycan dövlətinin var oluşunu, gücünü, regiona təsirini Gürcüstanda kiçik marketlərdən tutmuş, mağaza tutmuş, böyük hipermarketlərə qədər Azərbaycan dövlətinin gücünün göstəricisidir ki, Azərbaycan artıq regionun hətta ərzaq təminatını belə getir. Bəli, bu da Azərbaycan-Gürcüstan münasibətlərinin necə mükəmməl səviyyədə olduğunu olmasından, göstərir. bəli, təbii ki, ilk səfəri elə baş nazirində bura eləməsi, prezidentin də bura eləməsi və Azərbaycan prezidentinin də Cənab İlham Əliyevin də birinci dəfə Gürcüstana səfər eləməsi, bizim xarici işlər nazirlərinin orada görüşməsi bizim dost qardaş ölkə olduğumuzu göstərir və onlar da təbii ki, mükəmməl bir şərait yaradılır ki, yəni biz dostuq, qardaşıq, qonşuyuq. Yəni qonşuya nə lazımdır? Əslində Ermənistan buna nəticə çıxartmalıdır. Yəni ona görə deyirəm. Ki bu gün doğrudan da Gürcüstan-Azərbaycan əlaqələri çox güclü inkişaf edir. Elə bir xəttlə inkişaf edir ki, həm iqtisadi cəhətlər, həm siyasi cəhətlər, həm vətəndaş cəmiyyəti sahəsində, həm media sahəsində, bütün həm mədəniyyət sahəsində inkişaf edir, həm diplomatiya sahəsində. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim orada çox güclü diplomatik korpusumuz var. Buradan da salamlayıram oradakı bizim elçiliyimizin, baş diplomatımız Gürcüstandakı hörmətli Faiq müəllim olmaqla bütün diplomatlarımızı bu cür Azərbaycan diplomatiyasının gücünü görmək istəyən hər bir kəs açıq-aşkar deyirəm. Azərbaycan dövləti Gürcüstana qonşu və dost Gürcüstana getməlidir. Gürcüstanda hər anda Azərbaycan bir dövləti hiss olunur. Azərbaycanda da qonşu Gürcüstanın varlığı hiss olunur. Çünki hər iki dövlətin və milliyyətcə, etnik vətəndaşları bir-birində yaşayır. Azərbaycanda yetərincə, mən bu yaxınlarda Azərbaycan-Gürcüstan sərhəd bölgələrində oldum. Mən orada Gürcü vətəndaşlarımızla təmasüs oldum. Qürur duyuram ki, şəhidlərimiz var bizim, Gürcü şəhidlərimiz ki, Qarabağ müharibəsi şəhid olublar, qazilərimiz var. Bu cür dövlət qurumlarında işləyən Gürcülər var, milliyyətçi Gürcülər var. Bu bilirsiniz necə adama qürur verir. Təbii ki, Gürcüstanda təbii ki, yetərincə Azərbaycanlılar var ki, deputatlarımız var, prezident administrasiyasında var, merimiz var və digər. Yəni iki dost qardaş ölkə. Amma Ermənistan qalıb monoetnik bir dövlətə düşüb, Ermənidən başqa heç bir millət yoxdur və çırpınır. Və Ermənistanın havadarları bu günləri Ermənistana bax bugünkü vəziyyətdə saxlamağa cəhd göstərirlər. Bir maraqlı məqam bilirsiniz nədir? ATƏT-in nümayəndəsi gəldi Azərbaycana. Azərbaycanla o münasibətləri birinci Azərbaycana gəldi və Ermənistan segmentində sosial şəbəkələrini başladılar söyməyə. Bizim Xarici İşlər naziri Ceyhun Barimovla çox səmimi görüşü və daha sonra maraqlı fotolarda gördülər. Ondan sonra başladılar yenə söyməyə. Axı insana başa salmaq lazımdır ki, o qrupa niyə söyürsünüz? Adamlar reallığı başa düşüb. Çünki ölkənin mediası, əhalini yönləndirən şimdi siyasətçilər, media qurumları, vətəndaş cəmiyyətinin institutları, Ermənistandakı olan bütün vətəndaş cəmiyyətinin institutları, QHT-lər və digər o strukturda olan təşkilatlar hər bir Avropanın başçısına çevrilib. Çox acı... Avropanın yox, müəyyən Avropa ölkələrinin müəyyən qruplarının əlində. Qruplarının da xüsusən də Fransa kimi, bəli, Fransanın və Macron administrasiyasını, bəli, bunu deməyə xüsusi olaraq vurğulayıram. Biz açıq deyim, regionun inkişafına baxıb Ermənistana baxanda adım alacağıq. Çünki o da bizim bölgəmizdir. Biz yəni bu gün Ermənistan da inkişaf eləsin. Çünki biz gec-tez Qərbi Azərbaycan olaraq ora Ermənistan vətəndaşı olaraq gedəcəklər bizim soydaşlarımız. Bizim 2 milyondan 3 milyona yaxın Qərbi Azərbaycanlı soydaşımız var ki, Ermənistanın geri dönüş prosesini başladılar artıq dünyada. Bu gün Azərbaycanın ən dövlətimizin strateji hədəflərindən biri, dövlətimizin bu günləri apardığı xarici siyasətin, diplomatiyamızın ən bu gün önlər tezislərindən biri Qərbi Azərbaycana
geri dönüş prosesi de sülh yoluyla təbii ki Ermənistanın bu bizim ona dönəcək vətəndaşlarımıza verəcəyi təhlükəsizlik təminatlar aslında bu və mən düşünürəm ki bizim soydaşlarımız ona gedənə qədər artıq sülh müqaviləsi imzalanmalıdır. Bu sülh müqaviləsindən sonra Azərbaycan regionunun bir kiçik dövləti də olsa Ermənistanın inkişafına dəstək verəcək Azərbaycan. Ermənistan regionda olan qlobal projelərdən kənarda qalmamalıdır və bu da Ermənistanın inkişafına və tam səbiyyəti mən bunu deyirəm, gələcək var oluşuna qarantdır. Çünki Ermənistan bu gedişdən əhali sayı getdikcə azalır. Azalır, əhali Ermənistanı tərk edir və Ermənistan bir qəbilə dövlətinə çevrilir. Ermənistan dövlətinin gələcək var oluşu Qərbi Azərbaycanlıların Ermənistana geri dönüşündən asılıdır. Bu olmayacaqsa Ermənistan dövlətinin varlığı gələcəkdə sual altındadır. Onsuz da hamısına deyildik ki, əvvəldən də yadınızdadır da 2020-ci ildən sonra elə 2020-ci il zamanında cənab prezident də deyirdi ki, kim istəyirsə yaşasın. Kim istəyirsə yaşasın. Biz nə deyirik ki? Yaşayan yoxdur ki. Hə, yaşayan yoxdur ki. Bu da 30 mindən artıq olsa, tanıdıqlarımız var. Yəni yaşayırlar, vəzifələrdə işləyirlər. Onlara bir nəfər demir ki, sən gözün üstündə qaşınmır. Deməməliyik. Əslində çünki bizim vətəndaşımızdır. Yəni necə ki tatlar, talışlar, ləzgilər, İngiloylar, Gürcülər var. Yəni, bu vətən hər birimizin vətənidir. Bütün milli azlıqlarla bərabər hər birimizin vətənidir. Necə ki qəbilə dövrü deyil. Bu vətən Azərbaycan böyük bir toplumun tolerant bir ölkəsidir. Biz bununla fəxr edirik ki, biz çox millətli bir dövlətik. Ermənilər də olsun, bu dövlətdə yaşayan az saylı xalqlardan biri bizi üçün az fərq edir. Amma istərlərsə yenə də gələ bilərlər. Biz bu cür təklif edirik. Amma mütləq bizim Qərbi Azərbaycanlıların da Ermənistana gedişi təmin olunmalıdır. Çox təşəkkür edirəm Toğrul, var olun, minnətdaram sizə, gəldiniz, dəyərli fikirlərinizi bizimlə bölüşdünüz. İnanırıq ki, tez bir zamanda biz artıq sülh müqaviləsi imzalandı, şərhini sizdən eşidəcəyik. Əminəm ki, bu tezliklə olacaq. 100%. Gündəm Qarabağ verilişi isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Bugünkü qonağım siyasi şərhçi Toğrul Allahverdili idi.